Ağdam şəhərində yenidən qurma işləri sürətlə davam etdirilir. Hazırda burada ikinci yaşayış mərhələsinin 11-ci kvartalında tikinti prosesi həyata keçirilir. İkinci fazə üzrə nəzərdə tutulan 66 binadan 60-ı yaşayış binaları olmaqla 6 ədədi qeyri-yaşayış binası olmaqla tikintisi demək olar ki, tamam başa çatdırılmış vəziyyətdədir. İlin sonuna ora köç olması nəzərdə tutulur. Ümumilikdə 1268 mənzil tikilib istifadəyə veriləcəkdir. Baş Qərvənd kəndi və Eyvasanbəyli kəndlərində də bu işlərə start verilmişdir. Baş Qərvənd kəndi 202 hektar olmaqla 851 fərdi yaşayış evindən ibarət olaraq tikintilərə başlanılmış birinci mərhələ olaraq. Eyni zamanda Eyvasanbəyli kəndində də tikinti işlərinə başlanılmış. Orada isə 427 fərdi yaşayış evi və digər kommunikasiyalar, qeyri-yaşayış binalarda tikilməyi nəzərdə tutulur. Bu dirçəlişin eyni mənzərəsini Füzulidə də görmək mümkündür. Şəhərdə artıq 846 mənzil hazırda. 3141 nəfərdən ibarət 824 ailə Füzuli şəhərinə qayıdaraq yeni həyata başlayıb. Şəhərlə yanaşı kəndlərdə də tikinti işləri geniş vüsət alıb. Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi davam edir. Pirəhmədli kəndində isə şaquli planlama işləri yekunlaşıb və 255 evdən ibarət birinci mərhələnin inşasına başlanılıb. Eyni zamanda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Hadrut qəsəbəsində və Sos kəndində təmir işləri aparılmış və hal-hazırda aparılmaqdadır. Bir hissəsinə vətəndaşların köçü təmin olunmuşdur. Xocavənd şəhərinin özünə, Xocavənd kəndinə, Qırmızı Bazar, Sos, Hadrut kəndlərində də, qəsəbələrində də köç bu ilin sonuna qədər orada nəzərdə tutulmuşdur. Hazırda Xocavənd rayonunda 59 ailə, 223 sakin məskunlaşıb, amma bu hələ başlanğıcdır. Bu ay Xocavəndə daha bir köçün şahidi olacağıq. Beləliklə, böyük qayıdışın addımları Qarabağın hər güşəsində eşidilir. Hər tikilən ev, hər açılan pəncərə bu torpaqların yenidən dirçəlişinin, ümidin və qayıdışın simvoluna çevrilir.